Salam əziz abituriyentlər, əziz izləyicilər. Bugün sizlərlə deməli dimin yeni nəşri test toplusundan integral ibtidai funksiya bölməsinin izahlarını bölüşmək istəyirəm. Başlayaq birinci sualdan. Birinci sualda deyir ki, f(x) bərabərdir sinus 2x-dir. Uşaqlar, ibtidai funksiya böyük f-lə işarə olunur və sinus 2x mürəkkəb funksiyadır. Siz bunun hökmən 2-də 1-in qarşıya çıxardırsınız. Sinusun da integralı mənfi kosinus 2x üstəgəl c-dir. Bu harda var? Mənfi 2-də 1 kosinus 2x üstəgəl c variantında var. Keçirik ikinci suala. f(x) bərabərdir kosinus 5x. Mürəkkəb funksiyadır. 5-də 1 qarşıya çıxır. Kosinusun da integralı sinus 5x üstəgəl c-dir. Yenə də həmçinin c variantı. Üçüncü sualda mənfi 5-dir. Mənfi 5-in ibtidai funksiyası mənfi 5x üstəgəl c formasındadır. O da harda var? B bəndində. 4-ün ibtidai funksiyası 4x üstəgəl c formasındadır. Çünki 4 sabit ədəddir. Gəldik 5-ci suala. 5-in ibtidai funksiyası deməli 3-ün ibtidai funksiyası 3x-dir. X-da 1-in ibtidai funksiyası elən modulda x üstəgəl c-dir. Bu da c bəndində var. Deməli uşaqlar, burada isə tərsinə verib. Böyük f-i verib. İbtidai funksiya nəyin ibtidai funksiyasıdır? Elə bilin bir şey yadda saxlayın ki, balaca f funksiyanın törəməsidir, böyük f-də integral ibtidai funksiyasıdır. İbtidai funksiyanın törəməsini tapanda funksiyanın özünə gedir. Yəni siz götürüb bu f(x)-in iki tərəfli törəməsini tapsanız, bax kosinus x, x sinus x üstəgəlci, siz f alacaqsınız. Baxın, kosinusun ki müsbət sinus x-dir. Bu hasildir. Siz buna vurma kimi törəmə tapacaqsınız. Birincinin törəməsi vur ikinci bu şəkildə. Plus ikincinin törəməsi, sinusun törəməsi kosinus x vur x. Sabitin də törəməsi 0. Sinus x elədi 2 sinus x. Sinusun da törəməsi baxın burada olacaq nə? X bircə dəqiqə burada bir dənə yanlış elədik. Kosinusun törəməsinə mənfi sinus x yazmalıydı. Onu yazmadıq. Plus 1 vur sinus x üstəgəl sinus x-in törəməsi kosinus x vur x. Bunlar islah getdi. X vur kosinus x harda var? Y bəndində var. Davam edirik. Deməli ikinci də verə 7 də eyni bir misal tipidir. Uşaqlar, burada da yenə buna bütöv başlayırsınız törəmə tapmağa. Çünki nəyi unutmursunuz? Böyük f-in törəməsi balaca f-dir. Funksiyanın özüdür. Deməli, sinusun törəməsi kosinus x-dir. Kosinus x bu hasildir. Minus x-in törəməsi 1 vur kosinus x. Kosinusun törəməsi mənfi sinus x eləyir. Qabaqda da mənfi var. Müsbət x sinus x. Bu da heç nə. Bərabərdir. Bunlar getdi. X sinus x deyə bir cavab qalacaq. Davam edirəm. Uşaqlar, bu qüvvət funksiyasıdır. Hamıya məlumdur ki, x üstü n-in integralı ibtidai funksiyası x üstü n plus 1 bölü n plus 1'dir. Bax, bu düsturdan yola çıxaraq f(x) bərabər x kvadratı üstəgəl bunu x üstü mənfi 2-də 1 yazıram. Və indi böyük f-i gəlin bərabərcə tapaq. X-in kubu bölü 3 üstəgəl x üstü mənfi 2-də 1-in üstünə 1 gəlirsən, bax burada. Mənfi 2-də 1-in üstə 1 gələndə elədi 2-də 1. Burada da 2-də 1 üstəgəl c. f(x) bərabərdir x kubu bölü 3. Tərsinə vururam 2 kök altında x plus c. Bax, bu olacaq həmin funksiyanın ibtidai funksiyası. Görək harda var? C bəndində doğru cavab var. Keçirik 9-cu suala. 9-cu sualda fikir versəz f(x) bərabərdir. Bunu yazırıq x üstü 3'də 1 plus x üstü 1. İndi böyük f-i tapaq ibtidai funksiyanı. X üstü 3'də 1, 3'də 1'in üstə 1 gəlirsiniz. 3'də 4. Məxrəcə də əslində 3'də 4 yazmalıyam. Amma mən onu uşaqlar 4'də 3 kimi keçirdirəm. Bu da eləyəcək x kvadratı bölü 2 plus c. Hətta bunu bir balaca da düzəliş eləyə bilərik. 4'də 3. 3-cü dərəcədən x üstü 4. Plus x kvadrat bölü 2 plus c. Bu cavab yoxdursa əgər, işte, onda siz bunu x-i çörə çıxardarsınız. Mötərəzə xaricinə baxın, belə bir cavab alarsınız. Gəldik kök funksiyasına. Uşaqlar, 10-cu sual kök funksiyasıdır. Və kök funksiyasında sən əvvəl bunu yazırsan
1 bölünsün kök altında 2x plus 3 bərabərdir. 2x plus 3 üstü mənfi 2-də 1. Və bunun ibtidai funksiyası olacaq nə? Bu bir mürəkkəb funksiyadır. Bir dəfə içərdən k-da 1-i çıxardırsan. Mənfi 2-də 1-dirsə, ibtidai funksiya eləyəcək 2x plus 3 üstü. Mənfi 2-də 1-in üstə 1 gələndə 2-də 1 bölü 2-də 1, yəni 2. 2-də 1. Deməli, baxın, burada da 2-də 1-i çıxartmışdıq, plus c. Bu, belə bir yazı alındı. 2-də 1 vur 2, kökün altında 2x plus 3 üstə gələcək. Bunlar getdi, kökün altında 2x plus 3 üstə gəldi, c qaldı. Davam edək, növbəti sual da bundandır. Deyir fx bərabərdir. Fx bərabərdir. 1 bölünsün. Elə bir başa yazaq da. O ifadənin yerinə yazıram. 3x minus 2 üstü 2 mənfi 2-də 1. İndi böyük fx-i tapaq. Mənfi 2-də 1-in üstə 1 gəlirəm. 3x minus 2 üstü 2-də 1 bölü 2-də 1. Plus c. Böyük fx bərabərdir. 2 vurulsun. Kökün altında 3x minus 2 üstə gələcək. Bu belə. Və bir dənə bir şey unutduq. Bu mürəkkəb funksiyadır. 3-də 1-i də qabağa atdıq. 3-də 2, 3x minus 2 üstə gələcək. Yaddan çıxarmayın. F kx plus b şəklində olan bütün funksiyalara ibtidai funksiya tapanda hər zaman k-da 1-i önə çıxartmağı unutmursunuz. Davam edirik bu funksiya. 12-ci misalda da həmçinin fx bərabərdir. 5 bölünsün 2x plus 3-dürsə əgər. Bunu qüvvət funksiyasına çağırırsan, 5 vurulsun 2x plus 3 üstü mənfi 2, mənfi 3. Aha. İndi gəlin ibtidai funksiyasını tapaq. Böyük fx bərabərdir. 5 qalacaq. Bu mürəkkəb funksiyadımı? Bəli, 2-də 1 qabağa keçəcək. 2x plus 3 üstü mənfi 3-ün üstünə gəlin 1-i mənfi 2 böl mənfi 2. Bu da eləyəcək mənfi 4-də 5. Bunu da hesablayanda eləyəcək 2x plus 3 üstü 2. Plus c. Baxaq görək harda var mənfi 4-də 5. 2x plus. Baxın, y variantında doğru cavab var. Keçirik 13-cü suala. 13-cü sualda eynən o formada bir sualdır. Baxın, fx bərabərdir. 4 bölünsün 5x minus 3-ün kubu. Uşaqlar, bunu da götürüb yazırsınız. 4 vurulsun 5x minus 3 üstü mənfi 3. Və indi böyük f-i gəlin tapağın. Baxın, 4 qalır. Bu mürəkkəb funksiyadır. 5-də 1-i qarşıya keçirdirsən və olur 5x minus 3 üstü mənfi 2 böl mənfi 2. Bunlar ixtisar gedirik ki, mənfi 5-də 2. Hətta o birisi də kökə düşür. Onu da bir dəfəlik yazaq. Plus c. Bu da hansı ifadə verdi? Mənfi 5-də 2 bir baxaq. Baxın, B bəndində var. Davam edirəm 13-cü sualla. 13-cü sualla 14-də daha doğrusu. 14-cü sualda uşaqlar, yəqin ki, dərslərdə keçdikdə yadınızdadır ki, bir funksiyanın ibtidai funksiyalarının sayı hər zaman sonsuzdur. Amma indi bu bizdən sırf bu nöqtədən keçən ibtidai funksiyanı istəyir. Deməli, əvvəlcə, baxın 14-cü sual. Fx-i yazıram və başlayıram bunun ibtidai funksiyasını tapmağa. 6x kvadratı bölü 2, 3x kvadratı minus 4x üstə gələcək. 2 mənfi 3, f2 verəndə mənfi 3 alır, bu nöqtədən keçir. Aparırsan x-lara 2 verirsən. C mənfi 3 eləyir. 4 üçün 12, 12-dən 8, 4, 4 plus c mənfi 3, c mənfi 7-dir. Aparırsan c-yə mənfi 7 yazırsan. Və f1-i soruşur sizdən 3 minus 4 minus 7. Bu da edər mənfi 8, D variantı. Davam eləyək 15-ci suala. 15-ci sualda deyir ki, fx funksiyasının özü 4x plus 3-dür. F mənfi 2 1-dir. F1-i tapın. Baxın, aparıb birinci ibtidai funksiya tapacaqsınız. İbtidai funksiya nədir? 2x kvadrat plus 3x plus c. Aşağılar hansı nöqtədən keçir? Mənfi 2 verəndə 1 alınır. İndi bunu birbaşa yazaq. 4, 4 2-nin 8 minus 6 plus c bərabər 1-ə. C də bərabər 1 minus 2 eləyəcək mənfi 1. Deməli, c-nin qiyməti mənfi 1-dir. Böyük fx bərabərdir 2x kvadratı üstə gəl 3x minus 1. C-nin qiyməti mənfi 1-dirsə əgər, böyük f1-i soruşur sizdən burada.
2 plus 3. 1 yazırsınız da uşaqlar x-ların yerinə. O da eləyəcək cavab Y variantı. Gəldik 16-cı suala. 16-cı sual. İbtidai funksiyanı tapmaq üçün siz birinci bu hasili cəmə çevirməyi öyrənməlisiniz. Bir gəlin görək, xatırlayırsınız hasili cəmə çevirməyi. Düstur necə idi? 2-də 1 sinus alfa plus beta 4x üstəgəl sinus alfa minus beta. Aşağılar x-dan 3x çıxanda mənfi 2x eləyir. Sinus tək funksiyadır. O mənfini məcburdur qarşıya çıxartsın. Ona görə mənfi sinus 2x. İndi gəlin buna ibtidai funksiya tapaq. Böyük fx bərabərdir. 2-də 1-ə toxunmursunuz. Sinus 4x mürəkkəbdir. 4-də 1. Sinusun inteqralı müsbət mənfi kosinus 4x. 2-də 1 qabağa keçəcək. Sinusun özünün inteqralı mənfidir. Qabaqda da mənfi var. Müsbət 2-də 1 kosinus 2x. Deməli uşaqlar bunu bir-birinə vurub açanda eləyəcək nə? 4-də 1 kosinus 2x minus 8-də 1 kosinus 4x üstə gələk c. Bax bu görək harada var. 4-də 1 kosinus 2x minus 8-də 1. Baxın E variantında doğru cavab var. Deməli, gəlib baxırıq indi 17-ci suala. 17 də həmin qayda ilə həll olacaq. Uşaqlar, 17-də kosinusları hasili cəmə çevirəcəksiniz. Bir xatırlayın, kosinusun toplama hasili cəmə çevirmə düsturu necədir? 2-də 1. Bu səfər kosinus x-dan 3x-i toplayıram 4x. Kosinus cüt funksiyadır. X-dan 3x çıxanda əslində mənfi eləyir, amma bu itirir. Kosinus 2x eləyir. Və indi ibtidai funksiyasını tapaq. Deməli, baxın, 4-də 1, 4-də 1 qarşıya gəlir. Kosinusun inteqralı müsbət sinus x-dır. Müsbət sinus 4x. 2-də 1 qarşıya gəlir. Bu da sinus 2x. Vurub açıb sadələşdirirəm. 8-də 1 sinus 8x. 4-də 1 sinus 2x. Pilotçu. 4-də 1, 8-də 1 və 4-də 1. Baxaq görək hansı variantda var. Cavab burada A variantında var. Uşaqlar, bax, yenə də böyük fx-i verib. Sizdən balaca fx-i soruşur. Yəni, sizə ibtidai funksiya verib. İbtidai funksiya ki, gördünüz imtahanda sizə verilib. Siz götürürsünüz, bunun törəməsini tapırsınız böyük f-in. Balaca f alacaqsınız beləliklə. 2 sinus x-in ibtidai funksiyası mənfi 2 kosinus olacaq nə? Kosinus x. Bu hasil kimi tapılacaq uşaqlar. Bu x-in törəməsi 1 kosinus x. Kosinus x-in törəməsi mənfi sinus x-dir. Qabaqda da mənfi var. Müsbət sinus x vur x. Sabitin törəməsi 0. Baxın, bu eləyəcək nə? Mənfi 2 kosinus, mənfi 2 kosinus x. Daha doğrusu burada bir dənə səhvimiz var. Burada bir dəqiqə onu düzəldək. Aha. Müsbət 2 kosinus x. Çünki bu sinusdur. 2 kosinus x-dan kosinus x-i çıxanda eləyəcək kosinus x. Üstə gəl x sinus x. Baxın, C variantında cavab var. Uşaqlar, 20-ci sualda da həmçinin, 19-cu sualda da törəmə tapırsınız. 2 kosinus x-in törəməsi mənfi 2 sinus x. Baxın, deməli, bu artıq balaca f-dir. X sinus x-a hasil kimi yanaşın. X-in törəməsi 1 sinus x. Sinus x-in törəməsi kosinus x vur x. Mənfi 2 sinus x. Bu eləcək mənfi sinus x. Üstə gəl x kosinus x. Cavab C bəndi. Davam. Növbəti sualda deyir, filan nöqtədən keçən ibtidai funksiya. Təbii ki, biz bilirik, ibtidai funksiyaların sayı sonsuzdur. Baxın, fx bərabər 3x kvadratı minus 2x üstə gəl 5-dir. Böyük fx-i gəlin tapaq. 3x-in kubu bölü 3 minus 2x-in kvadratı bölü 2 plus 5x. 3-lər getdi, 2-lər getdi, qaldı belə. İndi plus c-ni də yazırıq. İndi siz hansı nöqtədən keçməyini istəyir? Mənfi 1, 6, mənfi 6. Yəni x-a mənfi 1 ver. X-a mənfi 1 versən, mənfi 1, minus 1, minus 5, plus c mənfi 6-dır. Bu mənfi 6-lar getdi, c eləyəcək 1. Aparıb c-yə 1 yazsam, x-in kubu minus x kvadrat plus 5x plus 1. Hansı cavab var? Cavab B bəndində var. Davam eləyək 21-ci suala. 21-ci sualda fx bərabərdir 4x-in kubu minus 3x kvadratı plus 1, 1, 6 nöqtəsindən keçir.
Baxın, burada necə edirsiniz? Əvvəlcə buna ibtidai funksiya tapırsınız. X üstü 4 minus x-in kubu bölüşdü 3 dərəcədir. Plus x plus c. X-lara gətir 1 yaz. C 6'dır. Buradan C 5 çıxdı. Cavab edir x üstü 4 minus x kubu plus x plus 5. Bax, bu oldu f(x)in ibtidai funksiyası. Yəni həmin nöqtədən keçən. Unutmayın ki, ibtidai funksiya sonsuzdur. İmeni nöqtə verirsə bizə o nöqtədən keçəni istəyir. Fx bərabərdir y üstü x minus x. A 0,2 nöqtəsindən keçir. Bu nə deməkdir? Böyük fx-i tapın. Y üstü x-in ibtidai funksiyası y üstü x-dir. X-in 2x kvadratı bölü 2 plus c-dir. Gətirin x-lara 0 yazın. O zaman c eləyəcək 1. C-yə 1 yazsanız bu da eləyəcək deməli 5'ə D variantı. D variantı olacaq 22'də. 23'ə baxaq. 23'də deyir ki fx bərabərdir y üstü x üstəgəl 3x funksiyasının qrafiki A 0,3 nöqtəsindən keçir. Birinci ibtidai funksiyanı tapın. Fx bərabər y üstü x plus 3x kvadratı bölü 2 üstəgəl c. İndi x-lara 0 verin. Y üstü 0 plus c 3'dür. C 2'dir. İndi gətirin c'yə 2 yazın. Baxaq harada var. Baxın A bəndində var. Növbəti 24-cü sual çox asan sualdır. Sadəcə ibtidai funksiya tapırsan. Deməli, burada 10 x üstü 9'un ibtidai funksiyası x üstü 10 bölü 10'dur. Onlar gedir x üstü 10. 3'ün integral ibtidai funksiyası 3x plus c. Baxaq görək harada var. Y variantında var. Keçdi 25'ə. 25-ci sualda biraz sizə düzəliş deyim burada. X üstü 2'də 1 yazın. X üstü mənfi 2 plus 2x plus 9. İndi böyük fx-i tapın. X üstü mənfi 2'ni tapanda mənfi 2 plus 1. X üstü mənfi 1 bölü mənfi 1. Bu x kvadratı plus 9x plus c. Bunu sadələşdirə bilərsiniz. Bax, bu nə deməkdir? Mənfi x-da 1 üstəgəl x kvadratı üstəgəl 9x üstəgəl c. Hansı variantda var? Bir baxaq. Bax, cavab Y variantında var. 26-cı suala baxaq. 26 da həmçinin fx-a düzəliş eləyəndə mənfi x üstü mənfi 2 plus 2x minus 7. İndi gəlin böyük fx-i tapaq. X üstü mənfi 1 bölü mənfi 1 üstəgəl x kvadratı çıx 7x üstəgəl c. Bu da eləyəcək fx bərabərdir. Mənfi, bu da mənfi. X-da 1 plus x kvadratı minus 7x üstəgəl c. Bax, bu olacaq mənim verəcəyim cavab. Hansı variantda var? Bax, Y variantında axtarılan cavab var. Keçdik burada. Uşaqlar, siz artıq müxtəsər vurma düsturudur, trigonometrik düsturlardır, integralda istifadə eləyəcəksiniz. Bax, bunu yazıram 2 vur 2 sinus 4x vur kosinus 4x. Deyik. Sən görürsən ki, artıq bu A sinusun 2 qatıdır. Yəni 2 sinus 8x-dir. 2-ni saxlayıram, 2-ni əmsaldır. Sinus 8x mürəkkəb funksiyadır. 8-də 1-i qarşıya keçirdim. Sinusun integralı kosinus 8x üstəgəl c. Bu da edəcək mənfi 4-də 1 kosinus 8x üstəgəl c. Davam edək. 28. 28 də hazır düsturdur. Diqqətli baxın uşaqlar. 28 kosinusun 2 qatıdır. Yəni kosinus 10x-dir. Onda 1-i qarşıya keçirdirəm. Kosinusun integralı müsbət sinus 10x üstəgəl c-dir. Keçirik 29-cu suala. 29-cu sual isə yenə trigonometrik düsturdur və hansı ki toplama düsturudur. Kosinuslar əvvəl gəlir, sinuslar sonra. Bu kosinusun alfa çıx betasıdır. Yəni kosinus 5x çıx 2x-in açılışıdır. Bu da nə verəcək sizə? Kosinus 3x. Kosinus 3x-in da ibtidai funksiyası 3-də 1 qarşıya gəlir. Sinus 3x plus c. Cavab deyil bəndə. Baxırıq 30-cu suala. 30-cu sual. Kosinusun eyni düsturdur. Sadəcə kosinusun toplamasıdır. Kosinus yəni kosinus 4x.
Kosinus 4x mürəkkəb funksiyadır. 4də 1 qarşıya gəlir. Kosinusun integralı da verir bizə. Bu şəkildə Y variantı. Baxırıq 31-ə. 31-də belə bir ifadə verir və bizdən istəyir ki, hətta burada da yazıb x p-dən fərqli, yəni məxrəc sıfır alına bilməz. Baxın, sinus x vurulsun. Kotangensin yerinə yazırsınız. Kosinus x böl sinus x. Sizə də bax bu lazım idi. Bunlar getdi. Qaldı kosinus x. Yəni hər zaman verilən ifadənin birbaşa ibtidai funksiya tapmırlar. Sadələşdirib tapacaqsınız. Kosinusun ki, müsbət sinus x, birinci 1x üstəgəl c. Müsbət sinus x üstəgəl x üstəgəl c, baxın, C variantında var. Növbəti suala baxırıq. 32-ci sualda mənfi kosinus x-dir. Baxın, fx bərabərdir. Mənfi kosinus x. Tangensin yerinə sinus x böl kosinus x yazırsınız. Uşaqlar, üstəgəl 1. Yəni, sadələşdirirsiniz əvvəlcə. Bu da verəcək sizə mənfi sinus x üstəgəl 1. Gəlin, indi bunun böyük fx-ini tapaq. Sinus x-in ki, mənfi kosinusdur. Amma qabaqda da mənfi var. Müsbət kosinus x üstəgəl x üstəgəl c. Görək, harada var? D variantında var. Aşağılar, indi də trigonometrik funksiyalara keçid edirik və burada da yenə deyir filan nöqtədən keçən. Yəni sizə demək istəyir ki, kosinus x-in sən birinci ibtidai funksiyasını tap. Sinus x üstəgəl c. Hardan keçir? Pi-dən. Sinusa pi yaz və bərabərləşdir 1-ə. Sinus pi-dən alır 0, c deməli 1-dir. Onda sənin ibtidai funksiyan sinus x üstəgəl 1-dir. Yəni c bəndi. 34-cü sualda da eynən fx bərabərdir. Əvvəlcə ibtidai funksiyasını tapaq. Mənfi var, sinusunki da kosinusdur. Mənfi kosinusdur. Kosinus x üstəgəl c-dir. Kosinus pi-dən keçsə nə alar? Kosinus pi-də mənfi 1 alır. C-də 2 eləyir. Kosinus x üstəgəl 2 deyə bir tənliyə alınacaq. C variantı cavabdır. Uşaqlar, bu ln-nin integralıdır. Yəni, hansı ki, siz bilirsiniz ki, x-da 1, dx ln x-dir. Amma burada bir şeyə fikir verin. Bu mürəkkəb funksiyadır. Yəni, siz buradan böyük fx-i tapanda 3də 1-i ilk öncə oradan qarşıya çıxardırsınız. Sonra yazırsınız, o 7 ilə də işiniz yoxdur. 7 əmsaldır. ln 3x plus 1. Var mı görə elə bir cavab? 7-də 3, 3-də 7 daha doğrusu. ln 3x plus 1. Baxın, C variantında. 36-da eyni sual tipi. Böyük fx-i tapmaq üçün əvvəlcə 3 əmsalda saxla. 5də 1 oradan tərsindən çıxdı və ln modulda 5x minus 2. Ay, da burada 5də 3, 5x minus 2 düzdür, var. İndi keçirik burada 37-yə. 37-ci sualda 3 üstü x, vur 4 üstü 2x dx-dir. Uşaqlar, a üstü x-in integralı nədir? A üstü x ln-a. Baxın, sualda gəlin bunu sadələşdirək. 3 üstü x. Bunu yazıram 4 üstü 2, 16 üstü x, dx. Və görünür ki, bu 48 üstü x edir. Və 48 üstü x-in integralı 48 üstü x vurulsun. ln 48 deməkdir. Daha doğrusu bölünsün. Burada bir xətamız olub. A üstü x vurulsun. ln onun törəməsidir. Hə, biraz tələsdi. A üstü x bölünsün. ln. Yəni 48 üstü x bölünsün. ln 48. Bu belə. Deməli, uşaqlar, indi növbəti 38-ci suala baxırıq. 38-də başa düşdüysə, əgər yuxarıdakı düsturda bir problem yaranmasın, bir də yazıram. Baxın, bu bunun integralı. Bir də var, bunun törəməsi. Bunlar bir-birinə çox bənzəyirlər. A üstü x vurulsun ln-a törəmədir. A üstü x bölünsün ln-a integraldır. Gəldik 38-ci suala. 38-ci sualda baxın, həm mürəkkəb funksiya var, həm də qüvvət funksiyası. 3x kvadratın ibtidai funksiyası 3x kubu bölüşdü. Yəni x kubudur. Bunun integralı sinus 2'də 1'i qarşıya çıxardır. Sinusun ki mənfi kosinus 2x üstəgəlci. Bunlar getdi. X kubu minus kosinus 2x üstəgəlci deyə cavab çıxır. Bu olacaq 38-in doğru cavabı. 39-cu testə baxaq. 39-cu tapşırıqda fx bərabərdir 4x-in kubu üstəgəl 2 kosinus 2x. Baxın, böyük fx bərabərdir. Bu eləyəcək x üstü 4 minus 2 vurulsun.
Daha doğrusu plus 2 vurulsun. Mürəkkəb funksiyadır. Qarşıya keçir. Sinus 2x üstə gəl c. X üstü 4 plus sinus 2x üstə gəl c. C'miz indi deyir ki, qrafiki koordinat başlanğıcından keçir. Hə, biz orada onu da nəzərə almamışıq. Onu da təzədən yazarıq. Bax, koordinat başlanğıcından keçir o deməkdir, uşaqlar, 0, 0-dan keçir. Yəni, siz x-a 0 verəndə, y-də isə 0 eləyir. Sinus 0-da 0 aldığı üçün c 0-dır. Yəni, sizin ibtidai funksiya x üstü 4 plus sinus 2x şəklindədir. Bu da bu. Gəlmədən 38-i bir dəfə də yazaq yenidən. Deməli, əvvəl ibtidai funksiyasını tapıram. X-in kubu 2-də 1-lər getdi. Minus kosinus 2x üstə gəl c. Koordinat başlanğıcından keçirsə, burada iş dəyişəcək. 0 minus kosinus 0. X-lara 0 verirsən. Cavab 0. Cavab bu mənfi 1 eləyir. Kosinus c 1'dir. X'in kubu minus kosinus 2x üstə gəl 1. X'in kubu minus kosinus 2x üstə gəl 1 harda var? Bir cavaba baxaq. Deməli, x'in kubu minus kosinus 2x üstə gəl 1. Baxın, burada var. B bəndində. Elə bilirəm aydındır. O da orada artıq o şərti gələ diqqətə alaydıq. Burada 40-cı suala baxaq. 40-cı sualda deyir ki, fx bərabərdir 2 sinus 2x. Aşağılar, bu adi integraldır. Sinusun integralı kosinusdur. Mənfi 2 kosinus x üstə gəl c. Lakin hardan keçir? Pi bölü 3 mənfi 1-dən. Mənfi 2 kosinus pi bölü 3 üstə gəl c mənfi 1-dir. Kosinus 60 dərəcədir bu. Yəni 2-də 1-dir. C də bərabər 0. C 0'dırsa, deməli mənfi 2 kosinus x şəklində olacaq ibtidai funksiyası. Baxırıq 41-ci suala. 41-ci sualda da həmçinin kosinus x-in ibtidai funksiyası böyük fx bərabərdir. Mənfi 2 sinus x, deməli müsbət 2 sinus x üstə gəl c-dir. Baxın, ibtidai funksiyanı tapdınız. Hansı nöqtədən keçir? Pi bölü 6 bir nöqtəsindən. X-in yerinə pi bölü 6 yazırsınız. Cavab da 1'dir. Bu eləyir 2-də 1. Sinus 30 dərəcədə 2-də 1 eləyir. 1 üstə gəl c bərabər 1. C 0'da. Aşağılar c-nin 0 olmağı. Həmin nöqtədən keçən ibtidai funksiyanın 2 sinus x olmağı deməkdir. Keçdiyi növbəti funksiya. Uşaqlar, bu şəkil xətti funksiyadır. Y oxun harda kəsir? 1-də, mənfi 1-də. Deməli, bunun kx minus 1 şəklindədir. Amma k yoxdur. K-nı istəyirsiniz tangensindən tapın, iti bucağın tangensi düsturundan. Məsələn, iti bucağın tangensindən tapsanız, qarşı katet 1'dir, bitişik katet 1'dir, tangens alfa 1 eləyəcək. Yox, o yolla tapmaq istəməsəniz, bax, x oxun harda kəsir? 1-0 nöqtəsində. Aparın x-a 1 verin, y-ə də 0, k buradan yenə də 1 çıxacaq. Yəni y bərabər x minus 1'dir bu funksiya. İndi səndən bunun ibtidai funksiyasını istəyir. X kvadrat bölü 2 minus x üstə gəl c. Cavab A variantında var. 43-cü sualda həmçinin, baxın, bu nöqtədə kəsir, B-si 1'dir. K x üstə gəl 1. Hansı nöqtədən keçir? Mənfi 1, 0 nöqtəsindən. X-a mənfi 1 verirsiniz. Mənfi k bərabərdir. Mənfi 1, k 1. K'ya 1 yazsanız x plus 1 olur. Və bunun ibtidai funksiyasını tapsan x kvadratı bölü 2 üstə gəl x üstə gəl c şəklində bir funksiya olur. O da D variantında var. Və 44-cü suala baxaq. 44-cü sualda biz baxın fx-i tapsaq buradan 5 böl böyük f iştirik x bölünsün 4. Sizdən soruşur fx-in ibtidai funksiyası. Yəni səndən nə soruşur? Bunu soruşur da fx plus fx dx-i. Gətir fx-in yerinə o ifadəni yaz. Yazdın. İndi bax. 4'də 5'i çıxartdın qabağa. Bilirik ki, integral törəməni apardı. Burada böyük fx qalır. Plus c də qalır. İndi c-də hansı ədəd ürəyin istəsə yaza bilərsən artıq. Orada məsələn, burada 3 götürüb 3'ü yaz. Fərq etmir bu artıq. Və 45-ci sualda da həmçinin buradan balaca fx-i tapırsınız.
3'də 2 f iştirik x yazırsınız. Sizdən nə soruşur? Böyük f(x)'in ibtidai funksiyası. Bu, yəni belə deməkdir. İçəriyə yazsam bunu. Bunlar getdi. Bu eləyəcək 3'də 2 f(x) üstə gəl c şəklində bir integral.